Salam, mən MHM Tədris Mərkəzinin Biologiya müəllimi Heydər Vəsəbinə. Sizlə birlikdə kursumuz tərəfindən keçirilən MİQ üzrə ümumi sınaq imtahanı 3-cüdə istifadə olunan sualların izahlarına baxacağıq. Birinci sualda deyilir ki, bizə biogen miqrasiyaya səbəb olar. Biogen miqrasiya dediyimiz atomların biogen miqrasiyasıdır. Bu da kimyəvi elementlərin canlılar arasında, canlı və cansız təbiət arasında mübadiləsini göstərirdi. 3 dənə proses dayanırdı biogen miqrasiyanın əsasında. Maddələr mübadiləsi, çoxalma və inkişaf. Yəni bu proseslər baş verdikdə atomların, kimyəvi elementlərin mübadiləsi gedir. Yəni biz burada birinci suala B variantı seçməliyik. İkincidə boz homozigot və ağ resessiv homozigot ada dovşanlarını çarpazlaşdırdıqda F2 nəslində genlərin qarşılıqlı təsiri epistaz baş vermişdir və bunun nəticəsində də tamamilə yeni forma, yəni qara tüklü ada dovşanları alınmışdır. Bunlar ümumi nəslin hansı hissəsini təşkil edəcəklər? Boz və homozigot, ağ resessiv homozigot dovşanlar. Boz homozigotursa o zaman böyük C, böyük C, böyük A, böyük A'dır. Digər tərəfdən də ağ resessivdir, yəni kiçik C, kiçik C, kiçik A, kiçik A. Bunlar çarpazlaşdırılır. Bunlardan böyük C, kiçik C, böyük A, kiçik A, F1 nəsli alınır. Amma bizdən F2 nəsli istəyir. F2 nəsli bunların öz aralarında çarpazlaşması olacaq. Yəni yenə böyük C, kiçik C, böyük A, kiçik A ilə çarpazlaşması. Bu gördüyümüz cədvəl elə epistazın cədvəlidir, epistazın çarpazlaşmasıdır. Və epistazda da biz fenotipə görə bilirik ki, 9, 3, 4 nisbətində parçalanma olur. 9-u yenə boz rəngdə, 3-ü qara rəngdə və 4-ü də ağ rəngdə dovşanlar əmələ gəlmiş olurlar. Bizə deyir, qara tüklü ada dovşanları nəslin neçə faizini təşkil edir? Ümumilikdə nəsil 9 üstəgəl 4, yəni 16-dır. Bu 16-nın 3-ü qara rəngli dovşanlardır. Biz də faizlə tapacağıq deyə 300-ü 16-ya bölürük. Bölək 300-ü 16-ya. 18,75 elədir. Yəni, Y variantı burada düzgün cavabımız olacaq. Üçüncü sualda matriksdə rast gəlinməz. Matriks dediyimiz mitoxondridir. Mitoxondrinin daxili membranıdır. Ribosomları var, onlar polisom da əmələ gətirə bilərlər. DNT-si, RNT-si, sərbəst amin turşusu, nükleotidləri, hər bir şey mövcuddur. Yəni, sitoplazmada olduğu kimi ya da xloroplastların stromasında olduğu kimi. Amma leykoplast ayrıca bir membranlı orqanoiddir. O sitoplazmanın orqanoididir və nə mitoxondri matriksində, nə də xloroplastın stromasında rast gəlinməyəcək. Verilənlərdən hansının müvazinətdə iştirak etdiyini göstərək. Müvazinətdə iştirak edirdi yarımdairəvi kanallar. Onlarda daxili qulaqda yerləşir və 5 rəqəmi ilə göstərilib. Yəni biz burada 5-i seçməliyik. O da variantlarda Y variantına uyğundur. 5-ci sualda DNT molekulunda adenin guaninə nisbəti 3/4 nisbətindədir. Molekulda karbohidrat və ortofosfat turşusu qalıqlarının cəmi 3360 olarsa, molekulda neçə hidrogen rabitəsi olacaq deyir. Demək, molekulda olduğuna görə adeninin guaninə nisbəti, eyni zamanda timinin sitozinə nisbəti deməkdir. Bu 3-ün 4-ə olub. Ümumi hər bir nükleotidin bir karbohidratı, bir dənə də ortofosfatı var. Yəni biz 3360-ı böləcəyik 2-yə görə neçə dənə nükleotidimiz var. Deməli, 3360 bölünsün 2-yə. 1680 dənə burada nükleotid var molekulda. Onlar da 3-ün 4-ə nisbətindədirlər. 3 4-ü toplayırıq, eləyir 7. 1680-i də 7-yə bölüb pay çıxardırıq. Yəni adenin guaninə nə qədər düşür ayrı-ayrılıqda onu tapırıq. Bölündükdə eləyəcək 240. İndi 240-ın hidrogen rabitəsi lazım olduqda bizə guanini tapmaq bəs eləyir də. Ona görə sadəcə məxrəclə gedirik. 240-ın 4 payı guaninə sitozinə düşüb. Yəni guaninə 2 pay düşmüş olacaq. Bunu vururuq 2-yə, eləyir 480. Ümumi nükleotidin üzərinə, kimi biz tapmışdıq 1680 nükleotid, üzərinə 480 də əlavə eləyirik. 2160 alındı. 2160 da A variantıdır. Bunu bir daha belə yığcamlaşdırım. Deməli, 3-4 nisbəti tapdıq. 7 elədi. Ümumi aldığımız nükleotidləri 7-yə bölərək
ayrı-ayrılıqda hərəsinə 1 payla 240 düşdüyünü tapdıq. Biz 240-ı belə 3-ə vuraraq ADN-lə timinə nə qədər düşür tapıb yaza bilərdik surətə. Bu da eləyəcəkdi 720. Bu 720-nin yarısı ADN olacaqdı. Ya da yenə 240-ı vurub 4-ə guanin asitozinə nə qədər düşür onu tapıb yazacaqdıq məxrəcə. 960 guanin asitozi ikisi birlikdədir. Çünki bu molekuldur. Tam yarısı guanindir. Mən burada birbaşa getdim, yəni birdən aydın olmaz deyə belə təzədən açmaq istədim. 960-ın yarısı guanin olduğuna görə yenə 480 guaninimiz var. Ümumi nükleotidi də hesablamışdıq. 1680 tapmışdıq, yəni 3360-ın yarısı. İkisini cəmlədikdə hidrogen rabitəsini alırıq nükleotid üstəgəl guanin düsturundan. 6-cı sualla davam edək. 6-cı sualda deyilir ki, bizə şəkildə verilən bitkilərin hansı nömrə ilə işarələnmiş hüceyrələrin xromosom dəsti haploiddir. Yaşıl quş mamırı göstərilib. Onun qutucuğu, qutucuğun ayaqcığı və zigotu diploid xromosom dəstinə sahib olur. Amma yetkin bitkinin özü haploid xromosom dəstinə sahibdir. Biz burada cavablardan 1-5-i çıxmalıyıq. Hamısında çıxdıqda 2, 3, 4 D variantı düzgün cavabımız alınacaq. May böcəyinin aktiv qidalana bilmədiyi inkişaf mərhələsi. May böcəyi yalnız sürfə mərhələsi və yetkin fərd mərhələsində qidalanır. Yumurtası və pupu isə dinsdir, passivdir. Bu mərhələlərdə qidalanma baş vermir. Burada da D variantı seçdik. Növbəti sual 8-cidən davam edirik. Deyir ki, 8-ci sualda normal halda yetkin qadın orqanizmində 5 il müddətində əmələ gələn yumurta hüceyrələrdə cəmi neçə autosom xromosom olduğunu hesablayın. Hamiləlik baş verməyib. Hər bir aybaşı sikli də 28 gündən davam edib. 28 gündən 1 ilə 13 aybaşı düşür. 13-ü vururuq 5 il müddətinə. Görək neçə eləyəcək. 13 vur 5. Elədi 65. 65 dəfə aybaşı sikli keçirdib həmin qadın. Və hər yumurta hüceyrə yetişdikdə də onun xromosom dəsti bilirik haploidə bərabərdir. Yəni 22 autosomu, bir dənə də cinsiyyət xromosomu olacaq. Autosom istədiyinə görə elə 22 ilə götürürük. Vururuq 65-i 22-yə. 65 vurulsun 22, çünki autosomdan idi. Bərabər olacaq 65 22-yə vurulanda 1430 elədi. Yəni B variantı. 9-cu sualla davam eləyək. Deyir ki, bizə Archaeopteryx haqqında hansı fikir doğru deyil. 14 barmaq var idi mayçı quşlarda olduğu kimi. Barmaqların hamısı caynaqlı idi. Döş tili yox idi. Var idi döş tili. Dişləri ixtisaslaşmayıb. Diş ixtisaslaşması yoxdur. Ümumiyyətlə, yəni sürünənlərdən sadəcə pterodontlarda biz diş ixtisaslaşmasını vurğulamışdıq. Quşlarda ümumiyyətlə diş yox idi, amma Archaeopteryxdə dişlər olsa da ixtisaslaşma yetməmişdi. Qarın qabırğaları var idi. Bəli, var idi. DNT molekulunun bir zəncirində olan pentozla və fosfat turşusu qalıqlarının cəmi N olarsa, molekulda olan azot əsaslarının sayı neçə olacaq? Deməli, bir zəncirdə pentoz və fosfat turşusunu yarıya bölməklə, N-i 2-yə bölməklə buradakı nükleotidləri tapa bilərik. Amma molekulda 2 dəfə artırmalıyıq. Çünki 2 dənə zəncirdir. Təzədən bunu 2-yə vurduqda 2-lər bir-birini aparır. Yenə N qədər nükleotid qalır. Ümumi nükleotid sayı N-dirsə, o zaman azot əsasının sayı da N-dir. Çünki hər bir nükleotidin bir dənə azot əsası var. Cavabımız yenə N, C variantı olacaq. 11-ci sualda insan baş beyin yarımşələr qabığının sol hissəsindəki aksonların sayı M olarsa, qabığın sinir toxuması hüceyrələrin ümumi sayı neçə olar? Demək, sol tərəfdə M qədər akson, M qədər də neyron deməkdir. Neyrondan 10 dəfə artıq 10 M qədər də peyk hüceyrəsi var. Yəni, ümumilikdə 11 M qədər sol tərəfdə hüceyrə var. Sinir toxumasının tərkibində həm aksonları, yəni neyronları, həm də peyk hüceyrələri mütləq hesablamalıyıq. Yəni toxuma hüceyrələri ikisi birlikdə götürülür. Bu sol tərəfində. Ümumilikdə sağda da bir o qədər var. Yəni vururuq 2-yə, eləyəcək 22M. 12-ci sualda şəkildə hansı rəqəmlə verilmiş damarlar kiçik qan dövranına aiddir? Kiçik qan dövranına aiddir ağciyər kötüyü, ki biz burada onu görürük 5-ci rəqəmlə və ağciyər venaları, onu da
altında 6 ilə göstəriblər, elə 5-in altında ağciyər arteriyaları və ağciyər venası. Yəni 5-6 D variantı oldu. İnsan orqanizmində neçə növ daxili sekresiya vəzisi heç bir bədən boşluğunda yerləşmir. Yalnız daxili sekresiya vəzisi olsun və bədən boşluğunda yerləşməsin. Bu qalxana bənzər və qalxana bənzər ətraf vəzidir. Onlar boğaz nahiyədə, yəni qırtlaq qığırdaqlarının ön tərəfində yerləşirlər. Heç bir bədən boşluğunda deyil və yalnız daxili sekresiya vəzisidir. Düz bədən boşluğunda yerləşməyən qarışıq vəzi də var kişilərdə, amma o daxili vəzi olmadığına görə təbii ki, götürmürük, olacaq A variantı. Tısbağanın yumurtadan çıxan balalarından 3-ü erkək, 4-ü dişidirsə, mayalanmada cəmi neçə X cinsiyyət xromosomlu qamet iştirak etmişdir. Tısbağalar dişi heterogametliyə malikdirlər. Yəni dişi balaların inkişafında həm X, həm Y olacaq. 4 dişi varsa 4 dənə X və 4 dənə Y iştirak eləyib onların mayalanmasında. 3 dənə də erkək var. Erkəklərdə isə dişidən də X gəlib, erkəkdən də X gəlib. Ümumilikdə 10X və 4Y qameti iştirak eləyib. Bizdən də X-i soruşurdu. Olacaq cavabımız 10. Əgər eşəqanqalı səbətində 80 boru şəkilli çiçək olarsa, kasa yarpaqları, çiçək saplağı və erkəkcik sayını hesablayın. Boru şəkilli çiçəklərdə, deməli, ümumiyyətlə onlar səbət çiçək qrupunda yerləşdikləri üçün saplaqlar olmur. Saplaqlar 0. Kasa yarpaqları da yenə 0-la, K0-la götürürük. A və B-nin qiymətini artıq 0 olaraq tapdıq. Erkəkcik sayı isə necə hesablanacaq? Bütün çiçəklər eşəqanqalında həqiqi boru şəkilli çiçək olduğu üçün erkəkciyə, dişiciyə sahibdirlər. Və hər çiçəyin də 5 dənə erkəkciyi var. Ümumilikdə eləyəcək 400. Bu da elədi bizdə A variantı 0, 0 və 400 cavabı. Növbəti 16-cı sualdayıq. Deyir, insanda venoz qanın arterial qana çevrilməsi ilə baş verən qan dövranı prosesində iştirak edən orqanlar hansı bədən boşluğunda yerləşirlər? Yəni, söhbət kiçik qan dövranından gedir. Ürək və ağciyər arasında baş verən dövran, hər ikisi döş boşluğu orqanı olduğu üçün başqa boşluğa keçmirlər. Yalnız döş boşluğunda gedir bu proses. Y variantı. Şəkildə təsvir olunan təbii seçmənin forması haqqında hansı fikir yanlışdır? Başlanğıc orta formadan tamamilə yeni bir istiqamətdə yer dəyişmə görürük. Bu hərəkət verici seçmədir. Hərəkət verici seçmə Darwin seçməsi də adlanır. Heterozigotların xeyrinə seçmə adlanır. Homozigotların xeyrinə seçmə parçalayıcı, yəni disruptiv seçməyə aiddir. Ətraf mühitə uyğunlaşmanı təmin edir. Bizdən nə soruşurdu? Yanlışları soruşur. Mən niyə biri götürdüm ki? Yanlışları soruşur. O zaman 2. Homozigotların xeyrinə olan seçmə yanlışdır. Ətraf mühitə uyğunlaşmanı təmin edir. Bəli. Qısa və uzun qanadlı sərçələrin məhvinə səbəb olur. Burada yenə aid deyil. Qısa uzun qanadlı sərçələrin məhv olması həm də stabilləşdirici seçmənin xarakteri xüsusiyyətidir. Bu hərəkət verici aid olmadı. Yeni növ əmələ gəlir. Polimorfizmə səbəb olan da parçalayıcı, yəni disruptiv seçmədir. Burada da 2, 4, 6 yanlış fikirlər oldu. B variantını götürdük. Növbəti sualda enliyarpaqlı meşə ekosistemində ekoloji piramidanın əsasından zirvəsinə doğru getdikcə, piramidanın əsasından zirvəsinə doğru getdikcə baxaq nə baş verəcək? A variantı görülmədi. İşıqsevən bitkilərin sayı artır. Ümumiyyətlə, bitkilər piramidanın ən aşağı hissəsindədirlər. Piramidanın zirvəsində heyvanlar yerləşirlər. Ona görə də bu yanlış olacaq. Kölgəyə davamlı bitkilər yenə piramidanın əsas hissəsindədir. Ümumiyyətlə, bitkilər ən aşağı hissədədirlər. Quruluş səviyyələri sadələşmir, daha da mürəkkəbləşir. Biokütlə dəyişməz qalır, azalır. Biokütlə üstəlik də çox-çox azalır dəfələrlə. Enerji miqdarı azalır. Bəli, bitkilərin sahib olduğu enerji təbii ki, konsumentlərin sahib olduğu enerjidən daha az olacaq. Ona görə Y variantı düzdür. Hansı sümük 2 cür sümük iliyinə malikdir? Burada da uzun boylu sümüklər olmalıydı. Bazosaid, burada mil və dirsək sümükləri, bud, baldır, orada da incik və qamış sümükləri 2 cür sümük iliyinə, həm qırmızı, həm sarı sümük iliyinə malikdir. Verilən qida zəncirində produsentin üzərinə filan qədər kilojol günəş enerjisi düşmüşdür. Bu enerjinin maksimum neçə kilojolu aslanın bədəninin qurulmasına sərf olunacaq. Deməli, düşən günəş enerjisi dedikdə biz avtomatik buradan 2 dənə 0 atırıq. Çünki bitki yalnız
1%-dən istifadə edir. Daha sonra maksimum nə qədəri növbəti halqaya keçmişdir dedikdə 5-ə bölmədən istifadə edəcəyik. Yəni 20%-ni tapırıq. 100-ün də 20%-i 5də 1-ə bərabər olur. Hər halqanı tapmaq üçün 5-ə bölərək gedə bilərik. İndi qalıb bizim 400 min. 400 mini 5-ə bölərək, burada bitkinin tərkibində 400 min enerji var. Sıfırları az yazmayaq. 5 dənə sıfır oldu deyəsən. Sonra ceyranda olan enerjini tapmaq üçün bunu bölməliyik. Dediyimiz kimi 5-ə. Eləyəcək 80 min. Sonra aslanda olan enerjini tapmaq üçün təzədən 80 mini bölürük 5-ə. Eləyir 16 min. Bizdən də elə bura qədərini soruşmuşdu. Yəni C variantıdır. Şəkildəki hərəkətə səbəb olan əzələləri müəyyən edək. Deməli, ayağın bükülməsi və açılması proseslərini görürük. Bükmə həm bazuda, həm də budda iki başlı əzələ hesabına baş verirdi. Yəni, birinci hadisənin baş verməsi iki başlı əzələ ilə idarə olunacaq. Açılma isə bazuda, yəni qolda açılma üç başlı əzələ ilə. Amma budun açılması, ayağın açılması isə budun ön tərəfində yerləşən 4 başlı əzələ ilə idarə olunacaq. Yəni 2 başlı və 4 başlı cavabını seçməliyik. Bu da eləyəcək D variantı. Günəbaxan çiçəyində inkişaf etmiş 5 kasa yarpağı olsaydı, onun çiçək düsturu hansı bitkinin çiçək düsturuna uyğun gələrdi? Əgər günəbaxanda kasa yarpağı da olsa, o zaman K5, L5, Y5 və D1 olar. Sadəcə kasa yarpağı olmadığı üçün o badımcan çiçəklərdən fərqlənirdi. Qalan hissələri uyğun gəlirdi. Buna görə də badımcan çiçəklərin nümayəndəsini seçməliyik. Buradan bat-bat demək olar. 23-cü sualda X, Y və Z hüceyrələri qanda miqdarını müəyyənləşdirək. X-lə qırmızı hüceyrələr eritrositlər göstərilir və ən çox olan da eritrositlərdir bildiyimiz kimi. Y ağ qan hüceyrələri leykositlərdir, ən az da leykositlərdir. Z də trombositlər onların ikisinin aralığındadır. Eritrosit 4-5 milyon, trombosit 150-400 min, leykosit isə 4-10 min qədər idi 1 kub millimetr qanda. Fotosintez zamanı mərhələlərin ardıcıllığı müəyyən edək. İlk öncə nə baş verər burada? Deməli, xlorofil işıq enerjisini udub həyəcanlanır. Demək ki, biz B ilə başlayırıq. Daha sonra elektronunu itirir xlorofil. B-dən sonra F gələcək. Ondan sonra su yenə işıq mərhələdə fotolizə uğrayır. Ondan sərbəst oksigen xaric olur. Daha sonra və hidrogen ayrılır. Bunlar keçirlər işıq fazada istifadə olunurlar. Karbon qazı və birləşir. Sonda da glikoza sintez olunur. Uyğun cavab B variantı oldu. Səhv görmədimsə. Kişinin X xromosomunda homoloji olmayan sayəsində letal mutasiyaya səbəb olan əlamət aşkarlanmışdır. Bu əlamətin oğlana ötürülmə ehtimalı neçə faizdir? X xromosomunda olan əlaməti kişi, yəni ata, yalnız qızına ötürə bilər. Yəni, bu əlamət oğlana keçməyəcək. Oğlanda üzə çıxma ehtimalı 0%dir. Limfa dövranı funksiyalarına aid verilənlərdən hansı doğru deyir? Qanın maye miqdarının qatılığını tənzimləyir. Leykositlər mikrobları zərərsizləşdirir, düzdür. Yağ turşuları, gliserin bunların nazik bağırsaq xlovlarından sorur. Bu da düzdür. Sonra vena damarı vasitəsilə yenidən qan dövranına qayıdır həmin maddələr. Tərkibinə görə qan plazmasına yaxın olsa da laxtalanma qabiliyyəti biraz ondan daha ləng gedir. Toxuma mayesinin artığı zülal və eritrositlər. Zülal eritrositlər bunlar limfa tərəfindən sorulmurdu. Ona görə yanlış fikir Y variantı. 27-ci sualda aşağıdakı fikirlərdən hansı doğrudur? Döl dövrünün sonunda həzm və ifrazat sistemi fəaliyyətə başlayır. Döl dövrünün sonunda. Doğrudurlar axtaraq. İnsanda oma əyriliyi döl dövründə əmələ gəlir. Bəli, bu düzdür. Sonra ciftin əmələ gəlməsi anından etibarən bətin daxili inkişafın döl dövrü başlayır. Bəli, ciftlə birlikdə döl dövrü də başlayırdı. Embrional dövrün bir aylığında ağız-burun yeri bilinir. Bu da yanlışdır. Müxtəlif yumurta əkizləri bəzən eyni cinsli ola bilərlər. Bəli. 2, 3, 5 D variantı olacaq. Qaraciyər hansı funksiya yerinə yetirmir? Eritrositləri parçalayır, trombin və fibrinogen əmələ gətirir. Vitaminlərin depolanmasını həyata keçirə bilirdi, amma vitamin sintez edib
bunları həyata keçirmirdi. Ümumiyyətlə, K vitamini insanda bağırsaqda sintez olunurdu bakterial tərəfindən. D vitamini daha sonra dəridə sintez olunurdu. A vitamini isə qəbul edilmiş, məsəl üçün, bitki tərkibli qidalarda olan karotindən orqanizmdə sintez olunurdu. Amma bütün vitaminlərin, yəni yağda həll olan vitaminlərin, ADK vitaminlərinin depolanmasını həyata keçirə bilər, sintezini deyil. Ona görə C variantı yanlış oldu. Dezinfeksiya edici təsir qaraciyər ötü hazırlayır. Bəli, bu da mikroorqanizmləri məhv edirdi. Amoniakın sidik cövhərinin çevrilməsi də qaraciyərdə baş verir, amma bu sidik cövhərinin qandan süzülüb təmizlənməsi böbrəklərin funksiyasıdır. Sakit vəziyyətdə insan 64 tənəffüs hərəkəti etmişsə, bu müddətdə onun ürək qulaqcıqları nə qədər işləmişdir? Ümumiyyətlə 1 dəqiqədə 16 tənəffüs hərəkəti olur. 64-ü 16-ya bölərək 4 dəqiqə tapdıq. 4 dəqiqədə x yazırıq və qulaqcıqları nə qədər işləmişdir? Qulaqcıqların işləmə müddəti də 0,8 saniyəlik siklda 0,1-dir, yəni sistolasını soruşur bizdən. Tənasüb qururuq ki, 0,8-də 0,1 işləmişdirsə, 4 dəqiqədə nə qədər işləmişdir? Yəni 4-ü bölməliyik 0,8-ə. Onu da vurmalıyıq 0,1-ə. Deməli, buradan oldu 0,5 oldu x-in qiyməti. Yəni A variantı. Sonra şibyəni əmələ gətirən canlılardan biri üçün səciyyəvi ola bilər. Yalnız biri üçün səciyyəvi olsun. Transkripsiya prosesinin sitoplazmada getməsi. Transkripsiya sitoplazmada gedirsə, bu bakteriyadır və şibyəni də əmələ gətirən orqanizmlərdən yalnız biri prokaryot ola bilərdi. Yalnız biri bakteriya ola bilərdi. Digəri mütləq şəkildə göbələk olacaq və onun da nüvəsi olduğuna görə transkripsiya nüvədə gedəcək. Elə bu bizim cavabımızdır. 31-ci sualın şərtinə baxaq. Verilən münasibət forması necə adlanır? Deməli, bu münasibət formasında biz görürük ki, canlılar, yəni quşlar burada çiçəyin nektarı ilə qidalanır. Eyni zamanda onun tozcuqlarının yayılmasında rol oynayırlar. Yəni, heç bir tərəf buradan zərər görmədi. Hər iki tərəf üçün xoşbəxt bir münasibətdir. Hər iki tərəf üçün faydalı bir münasibətdir. O zaman biz bunu mutualizm adlandıracağıq. Əzələli diafraqma hansı sinifin bütün nümayəndələr üçün xarakterikdir? Əzələli diafraqmanın ara kəsmənin döş və qarın boşluğunu bir-birindən ayırmasını biz məməlilər sinfi üçün xarakterizə edirik. D variantı götürdük. 33-cü sualda belə eləyib baxaq. Deyir ki, xromosom aparatındakı nükleotid ardıcıllığı 91% insana oxşar olan insana bənzər meymun haqqında hansı fikir yanlışdır? Bu 91% bənzərlik şimpanzedə var idi. Düzdür, yeni kitabda faizlə miqdarı çıxarılıb, amma ondan əvvəlkilərdə verilirdi. Yenə də xromosom aparatı insana ən yaxın olan şimpanzedir. Deyir ki, 4 qan qrupuna malikdir. Ümumiyyətlə, primatlar, insana bənzər meymunları biz insanla bənzər xüsusiyyətlər arasında qan qruplarına, hətta rezus amilində uyğunluğunu vurğuluyurduq. Rudiment 3-cü göz qapağı onlara da aiddir. İnsanın bilavasitə əcdadı ilə eyni canlıdan başlanğıc götürüblər. Eyni canlıdan başlanğıc götürüblər. İnsanın bilavasitə əcdadı, yəni Australopithecdir. Ondan əvvəl Dryopithec və bir də nə idi? Parapiteklər var idi. Döş qəfəsi 40 sümükdən ibarətdir, bu düzdür. Parapiteklərlə eyni dövrdə əmələ gəliblər. Bu yanlışdır, bəli. Deməli, parapiteklər şimpanzelərdən əvvəl yaranmışdı. Parapiteklər, sonra Dryopitheclər, sonra Dryopitheclərdən şimpanze, gorilla və Australopitek başlanğıc götürmüşdü. Həm şirəli, həm də quru çoxtoxumlu meyvəyə malik fəslənin nümayəndələrində həm şirəli, həm quru çoxtoxumlu badımcan çiçəklərdə və zambaqlarda var. Onlarda da biz cümləni tamamlamırıq, axtarmalıyıq. Erkəkçi 3 ola bilər, 5 ola bilər, sadə çiçək yanlığı ola bilər, süpürgə çiçək qrup olar. Yumurtacıq yumurtalıq sayına bərabər olmaz. Çünki çoxtoxumlu meyvələrdə yumurtacıq sayı daha çox olur. Buradan da Y-ni götürdük. Sual şayəsinin yerinə uyğun olan anlayışı məntiqi əlaqəyə əsasən müəyyənləşdirək. İnfizor tərliyi 2 hüceyrəyə bölünür. Malyariyada çox sayda hüceyrəyə bölünür. Biz buna şizogoniya üsulu ilə çoxalma deyirik. Çarpaz tozlanma nəticəsində əmələ gələn çiçəkli bitkinin toxumunun endosperm hüceyrəsində 29, rüşem hüceyrəsində isə 18 xromosom varsa, toxum qabığını
xromosom dəstini müəyyən edək. Toxum qabığı yalnız ananın xüsusiyyətini daşıyacaq. Biz ümumiyyətlə endospermdən rüşeyimiz çıxdıqda yumurta hüceyrənin dəstini tapa bilirik. Çünki endospermə belə baxsaq, 2 dənə yumurta hüceyrədən, 2 yumurta hüceyrənin xromosom dəstinə sahib olan mərkəzi hüceyrə və bir dənə də spermdən əmələ gəlib. Amma rüşeym bir yumurta hüceyrə və bir spermdən əmələ gəlib. Endosperm bir yumurta hüceyrə qədər artıqdır. Ona görə də endospermi xromosom dəstindən rüşeymi xromosom dəstini çıxarıqsa, biz ala bilirik burada yumurta hüceyrənin xromosom yığımını. Yumurta hüceyrə də haploiddirsə, ana orqanizm onun 2 qatıdır. Yəni diploid xromosom dəsti 22-yə bərabərdir. Toxum qabığı da ana ilə eyni xüsusiyyəti daşıyacaq. O da diploid olacaq və 100% dişi fərdə, dişiciyə aid xüsusiyyətlərə malik olacaq. Yəni C variantı götürdük. Verilmiş mərhələyə qədər bölünmə baş vermiş blastomerlərdən neçəsi bölünməyə məruz qalmışdır? Demək, burada 32 blastomerə qədər parçalanma baş verib 5-ci mərhələyə qədər. 2 üstü 5 də bizə 32 blastomer eləyirdi. Neçə blastomer bölünməyə məruz qalmışdır dedikdə blastomer sayını, yəni 2-ni çıxmaq lazımdır içərisindən. O da eləyəcək 30. Burada da cavabımız Y variantı olacaq. Enliyarpaqlı meşənin neçə yarısında sporogenez prosesi baş verir? Spor əmələ gətirmək bütün bitkilərdə var idi. Mamır, qıcı, çılpaq toxumu, örtülü toxumu, yəni hamısında spor əmələ gəlirdi. Və enliyarpaqlı meşənin bütün yarısında da bu bitkilər mövcuddular. Ən yuxarı yarusları ağaclar, sonra kollar orta yarısı, aşağı yarusları da mamır, qıcılar təşkil edirdilər. Və spor əmələ gətirmə hamısında olduğuna görə 5 yarusun 5-nə də aid edirik. Rüşeymin qida maddələrlə təmin olunması ana orqanizmin hesabına həyata keçirilir. Deməli, bunda plasentadır. Embrional mərhələ bətn daxilində tamamlanır. Plasentalı olan da məməlilərdir, yəni göy balinanı seçə bilərik. Sonuncu sualı hesablamaq üçün burada yer açaq yüngülcə. Deyir ki, bizə Zulan molekulu 123 sayda peptid rabitəyə sahibdir. Peptid rabitə amin turşudan bir əksik olurdu. O zaman bizim 124 dənə amin turşumuz var. Bu molekulun tərkibindəki amin turşu qalıqlarının qeyri-radikal hissələrində oksigen və karbon atomları arasında cəmi neçə rabitə olacaq? Demək, amin turşunun quruluşunu yazsaq, belə yazırdıq. N, H, bu tərəfdə də H, sonra C, öncə CH-ını yazım. CH, sonra CO və OH. Deməli, normalda hər ikisində bu hissə var. Yəni, hamısında, bütün nükleotidlərdə bu hissə var. Və karbon-oksigen arasında 2 dənə rabitə əmələ gəlir. Bütün nükleotidlər üçün, bütün amin turşular üçün, daha doğrusu, 2-yə vurma ilə hesabladıq. 124-ü vuraraq 2-yə 248 aldıq. Amma amin turşular birləşib zülal əmələ gətirdikdə bir hidrogen və bir OH itirirlər. Yəni, ortada olan amin turşular, birinci amin turşu OH-a malik olmadığına görə onlar yalnız bu hissədəki rabitəni yaratmış olurlar. Yəni, sadəcə karbon-hidrogen arasında rabitə bu 2 dənədir. Amma sonuncu zəncirin bitimini göstərən amin turşu OH-a hələ də sahibdir. OH-ını itirməyib. Orada bir dənə də rabitə yaranır. Bu hissədə bir rabitə daha yaranır. Onun üzərinə əlavə gəlirik. Eləyir 249. Bu qədər. Ümid edirəm ki, hər şey qaydasındadır. Əgər hansısa bir səhvə yol verdiysə, üzrlü saymağınızı xahiş edirəm. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.